Uşağı sadəcə uşaq kimi yox, onun içində olduğu mühit ilə birlikdə anlamaq. Bronfenbrennerin modeli və bizim təhsil gerçəkliyimiz. Bir uşağın niyə uğurlu olduğu və yaxud niyə çətinlik çəkdiyini anlamaq üçün uşağın təkcə özünə baxmaq kifayət etmir. Uşağı onun içində olduğu ekosistemlə birlikdə anlamaq lazımdır. Bronfenbrenner bunu ekoloji inkişaf modeli adlandırır. Uşağın təhsilində ən güclü təsir təbii ki, ailə və məktəbdir. Evdə gərginlik varsa, uşaq bunu məktəbə özü ilə daşıyır. Və ya müəllim uşağa dəstək olarsa, uşaq özünü güvəndə hiss edir. Azərbaycanda uşağın dərslə bağlı motivasiyasını ən çox dəyişən faktor məhz bu iki mikrosistemdir. Valideyn məktəbi yalnız qiymətlə axtararsa, məktəb də valideyni yalnız problem olduğu zaman axtararsa, uşağın inkişafı parçalanır. Amma doğru əlaqə varsa, bu bir-birini tamamlayan bir sistem yaradır. Bu da öyrənməni qat-qat artırır. Uşaq bəzən özü hiss etmədən böyük sistemlərin təsirini yaşayır. Məsələn, valideynin iş stresi, məktəbin idarə etmə üslubu, müəllimin iş yükü və yaxud evdə zamanın azlığı. Bunlar uşağın motivasiyasına və psixologiyasına ciddi təsir edir. Çox təəssüf ki, bizdə hələ də bir çox doğru bilinən yanlışlar uşağın inkişafına təsir edir. Riyaziyyat ağıllılar üçündür, uşaq çox danışmaz, səhv etmək ayıbdır kimi. Unutmamaq lazımdır ki, bu mədəni inanclar uşağın özünə inamını formalaşdırır. Yəni bu modeldə də deyildiyi kimi makrosistem dəyişmədən təhsil dəyişmir. Texnologiya, sosial media, sürətli informasiya bir uşağın diqqətini, davranışını və öyrənmə vərdişlərini dəyişdirir. Və mütləq şəkildə təhsil də buna uyğun olaraq yenilənməlidir. Bronfenbrennerin mesajı çox sadədir. Uşağı dəyişmək istəyiriksə, onun içində olduğu mühiti dəyişməliyik.